Salam əziz izləyicilər. Bugün sizinlə 12 aprel 2026-cı ildə keçirilmiş 9-cu sinif buraxılış imtahanının riyaziyyat suallarının həllinə baxacağıq. Birinci sualla başlayaq. İfadə verib qiymətini hesablamağı soruşur. İlk öncə mötərizələri ayrı-ayrılıqda yerinə yetirəcəyik. Birinci mötərizəni yerinə yetirək. Deməli, 12,4-də 3 vurulsun 2, çıxılsın 27. Birinci bu kəsri düzgün olmayan kəsrə çevirəcək. Yəni, qarışıq ədəddir. Bunu biz çevirəcəyik düzgün olmayan kəsrə. Bu da eləyəcək. 4 qalacaq. 12-ni vuracaq 4-ə 48. Üstünə 3 gələcək 51. Vurulsun 2, çıxılsın 27. Bərabərdir. 4 ilə 2 xısar gedəcək, qalacaq 2. 2-ni 51-i 2-yə böləcək, edəcək 25,5 çıxılsın 27. Bu da bərabərdir. Mənfi 1,5-ə. Sonra ikinci mötərizəni həll edək. Verib ki, mənfi 4-də 3-ün kvadratı. Bu da bizə verəcək. Deməli, mənfi 4-də 3-ün kvadratı bizə verir. 4-də 3-ün kvadratı, yəni 4-də 3-ün kvadratı. O da bərabərdir 16-da 9-a. Sonra bu aldığımız 2 dənə cavabı bir-birinə böləcək. Yəni 1,5-i böləcək 16-da 9-a. Burada mən mənfi 1,5-i elə mənfi 3-də 3/2 kimi yazaram. Və vurma olanda bildiyimiz kimi birinci kəsir olduğu kimi qalır. İkinci kəsir tərsinə dəyişir. Yəni olacaq 9-da 16. 16 ilə 2 gedər 8 qalar. 9 ilə də 3 gedər 3 qalar. Bu da bərabərdir. Mənfi 3-də 8. Cavab. Yəni bu mənfi 3-də 8-də mənfi 2,3-də 2 deməkdir. Cavab D variantı. Keçək digər suala. İkinci sualda deyir ki, tərkibində 2,5% mis olan 1 ton mis kolçetanından 21 kiloqram mis alınmışdır. Neçə faiz mis itkiyə gedir? Deməli, biz bildik ki, 1 ton 1000 kiloqram deməkdir. Deməli, biz 1 tondan alınan misin miqdarını tapıb, bizə verilmiş misin miqdarını çıxacaq ondan. Və alınan misin neçə faiz olduğunu tapacaq. Yəni, yerdə qalan misin neçə faiz olduğunu tapacaq. Deməli, 1 ton 1000 kiloqramdır. Yəni, 1000-in 2,5%-ni tapanda ədədi faiz göstərən ədədə vurub 100-ə bölünür. Deməli, olur 1000 vurulsun 2,5 bölünsün 100. 100 ilə 1000 xısar gedir, qalır 10. Onu da 2,5-ə vuranda edir 25. Bizə də deyir ki, 21 kiloqram alınır. Amma biz 25 kiloqram almışıq. Deməli, 25-dən çıxırıq 21-ə. Qalır 4 kiloqram. Deməli, biz indi 4 kiloqramın 25-in neçə faiz olduğunu tapacaq. 25 kiloqramın neçə faizi 4 kiloqramdır. Onu tapacaq. Deməli, buranı silək, yəni ki, başa düşdünüz. Deməli, 4 25-in neçə faiz olduğunu tapmaq üçün 4-ü bölürəm 25-ə, vururam 100%-ə. Bu da bərabərdir. 25 ilə 100 4-ə gedir. 25 ilə 100 25-ə xısar gedir, elə qalır
4. 4 də 4-ə vuranda elir 16%. Cavab B variantı. Keçək digər suala. Üçüncü sual, yəni 59-cu sualda bizə deyir ki, koordinat müstəvisində ABCD kvadratının təpələri verilmişdir. B təpəsinin koordinatlarını tapın. İlk öncə gəlin kvadratı çəkək. Deməli, belə bir kvadratdır. Deməli, bizə verib A, B, C və D nöqtələri. A-nı verib 4, 1. B-ni verməyib. B-ni soruşur. C-ni verib 2, -1. D-ni də verib 2, 1. Bunun qısa bir yolu var əslində. Paralel köçürmədir. Görürük ki, burada paralel köçürmə C və D-yə baxırıq paralel köçürmədə. Görürük ki, x dəyişməyib. X dəyişməyibsə, deməli A ilə B-də də x dəyişməyəcək. Onda qalacaq, deməli, onda qalacaq 4 olduğu kimi. Görürük ki, amma 1, y-lər dəyişib. Yəni 1 idisə -1 olub, -1 isə 1 olub. Onda bu 1 idisə olacaq -1. Bunda B nöqtəsi 4, -1 nöqtəsi D variantı. Keçək digər suala. Deyir A çıx 5-in kvadratı çıxılsın 16 çox ədəsinin vurğuları ayırın. Bu əslində kvadratlar fərqidir. Bu belə də, yəni A çıx 5 kvadratı 16 4-ün kvadratıdır. Bu da bərabərdir. Bir dəfə çıxma, bir dəfə də üstə gəlmə yazılır. Yəni A çıx 5 çıx 4. Bir dəfə də A çıx 5 plus 4. Burası sığışmadı. O bir tərəfdən yazalım. Bərabərdir. A çıx 5 çıx 4 vurulsun. A çıx 5 plus 4. Bu da bərabərdir. A çıx -5 -4 yəni də 9. Bir dəfə də A çıxılsın. -5 ilə 4 -1. Deməli A çıx 9, A çıx 1, cavab A variantı. Keçək 61-ci suala. Deyir, üçbucağın tərəflərinin uzunluğu 16 sm, 18 sm və 20 sm-dir. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini tapın. Deməli, bu üçbucağın perimetri tapaq. Üçbucağı çəkək. Belə bir üçbucaqda tərəf verib 16, 18 və 20. Deməli, və bu orta nöqtələr, üçbucaq uzunluğu orta nöqtələrində olan üçbucağın perimetrini tapın. Bunun orta nöqtəsi, yəni orta xətti deməkdir. Burada orta xəttləri çəksək, alınan üçbucağın perimetri. Əgər bu tərəfdən çəkdimsə, bura orta xətt tərəfin yarısıdır. Yəni bura edəcək 10. Bu tərəfdən çəkdiyimdə 16-dır, yarısı edəcək 8. 18-dir, yarısı edəcək 9. Bunun da perimetri bərabərdir 10 üstə gəl 9 plus 8. Bu da bərabərdir 27. E variantı. Keçək digər suala. Tam səthinin sahəsi 24 sm kvadrat olan kubun həcmini tapın. Kubun tam səthinin sahəsi S bərabərdir 6 dənə A-nın kvadratıdır. Və 6 dənə A-nın kvadratını bizə verib 24 sm kvadratı.
Buradan a'nın kvadratını tapsam eləyəcək 24'ü böl 6'ya eləyəcək 4. Onda a bərabər olacaq 2'yə. Bizə deyir kubun həcmi. Kubun həcmi v bərabərdir a kubu. O da bərabərdir 2 üstü 3. O da bərabərdir 8. Cavab C variantı. 63-cü sualda. Deyir ki, çevrənin uzunluğu 32 pi santimetr olan dairənin radiusunu tapın. Deməli, çevrənin uzunluğu bərabərdir 2 pi r. Bu da bərabərdir 32 pi verib. Pi'lər ixtisar gedər. 2 dənə r bərabərdir 32'yə.